Salam, bugünkü materikimiz Avstraliya materikidir. Materiki haqqında daha doğrusu məlumatdır. Deməli, Avstraliya materiki iki yarımkürədə yerləşən sahəsinə görə ən kiçik materikdir və yerləşir cənub və şərq yarımkürəsində. Yəni ekvatordan cənubda, Qrinviçdən isə sağda, yəni şərq yarımkürəsində yerləşir. Avstraliya materiki iki okeanla əhatə olunmuşdur. Sağ tərəfdən şərqdən Sakit okeanı, qərbdən isə Hind okeanı ilə əhatə olunmuşdur. Avstraliya materiki başdan başa qədim ərazidir, platform ərazisində yerləşir. Yəni litosfer dalğalarının sərhədində yox, mərkəzində yerləşən materikdir. Ucqar nöqtələri şimalda York burnu, cənubda Cənub-Şərq burnu, şərqdə Byron burnu, qərbdə isə Steep Point burnudur. 3 regiondan ibarətdir. Qərbi Avstraliya regionu, mərkəzi və şərqi Avstraliya regionu. Avstraliya materiki qədim Gondwana qurusunun tərkibinə daxil olan və sahil xəttləri az parçalanmış materikdir. Materik əvvəlcə materikin böyük coğrafi kəşflər dövründə və daha sonra materiklərin kəşfi zamanı ilk vaxtlarda onu adlandırmışdılar. Lakin James Cook onun bir materik olduğunu, müstəqil materik olduğunu əsaslandırmış və buna görə də Avstraliya materikinin kəşfi James Cooka məxsusdur. Bu materikdə demək olar ki, cavan dağ yoxdur, çünki başdan başa dedik platform ərazisidir. Əsasən qədim dağlardan təşkil olunmuşdur. Materikin qərb hissəsində Qərbi Avstraliya platosu yerləşir. Bu platonun qalxan sahələrinə uyğun gəlir, yəni qalxanlar sipərlər adlanır. Bu hissədə kristalik binövrə səthə yaxın yerləşmişdi. Çəkmə suxurlar daha dərin qatlarda qalmışdı. Kristalik binövrədə isə biz rast gəlirik filiz faydalı qazıntılara. Filiz faydalı qazıntılar bunlar dəmir filizdir, qızıldır, niçələ görə xüsusən fərqlənir bu hissələr. Avstraliyada deməli əsasən dünyaca məşhur olan super pit qızıl yatağı yerləşir. Burada açıq üsulla çıxarılır qızıl və Avstraliyanın iqtisadiyyatında böyük rol oynayır. Çünki faydalı qazıntı yataqlarının səthə yaxın yerləşməsi ehtiyatların çıxarılma sərfəliyini artırır və Avstraliya mineral ehtiyatlarını dünyanın 100-dən çox ölkəsinə, əsasən Yaponiyaya ixrac edir. Və faydalı qazıntıların səthə yaxın yerləşməsi burada mədənlərdə faydalı qazıntı, yəni faydalı qazıntıların çıxarılması açıq üsulla aparılır. Yəni daha mürəkkəb avadanlıqlar tələb edən şaxta üsulundan daha ucuz başa gəlir. Qərbi və mərkəzi hissəsi əsasən bu hissənin relyefi plato və yassı yaylalardan ibarətdir və bunların yaranmasında əsasən defiliasiya, yəni küləyin fəaliyyəti və arid denudasiya prosesi böyük rol oynamışdır. Arid denudasiya nə idi? Arid denudasiya sözün mənası quraq deməkdir. Yəni quraq iqlim şəraitində xarici amillərin təsiri ilə suxurların parçalanması. Aşımanın isə bu hissədə deyəcək fiziki aşımaya daha çox rast gələcək. Fiziki aşıma nə idi? İstidən, gündüz suxurların istidən genişlənməsi, gecə soyuqdan sıxılması prosesidir ki, bu zaman fiziki aşıma baş verir. Əsasən quraq əraziləri səhralara uyğun gəlir. Burada yerləşən Hammersli və Makdones dağları, deməli bu dağlar haqqında deyə bilərik ki, qədimdə baş verən tektonik hərəkətlər nəticəsində yaranıb, platolar arasında da ovalıqlar yerləşir. Hansı ovalıqlardır? Deməli, Böyük Viktoriya, Böyük Qumlu səhranı misal göstərə bilər. Və hamar düzənliklər üzərindən çox da hündür olmayan massivlər ucalır ki, bunlardan ən məşhuru Uluru massividir. Uluru massivi təxminən bu ərazilərə uyğun gəlir. Uluru massivi deməli Avstraliya mərkəzi hissəsində yerləşir. Massiv qırmızı qumlarla örtülüdür. Uzunluğu 3,6 km, eni 3 km qədər olan, hündürlüyü 348 metr olan bir massivdir, qədim ərazidir. Burada əsasən bu Uluru massivinin ətrafında aborigenləri, yəni Avstraliyanın 1% qalan yerli əhalisi aborigenlər məskunlaşmışdır. Şərqində isə Avstraliyanın şərq hissəsində dağlar sütunu təşkil edir. Bunlara böyük su ayrıcı dağları, meridianal istiqamətdə uzanan böyük su ayrıcı dağlarını misal göstərə bilərik. Böyük su ayrıcı dağlarının ən yüksək zirvəsi Kastuşka dağlarıdır ki, 2328 metr hündürlüyə malikdir. Böyük su ayrıcı dağları yaranıb Paleozoyan Kaledon Helsin qırışıqlığında. Ümumilikdə Avstraliyanın ərazisində deyəcək geotermik pillə böyükdür. Qədim ərazidir, geosiqnal hadisələr baş vermir, seysmiklik yox. Bu regionun ən deyə bilərik ki, böyük düzənliyi, ən nəhəng düzənliyi mərkəzi ovalıqdır. Amma mərkəzi ovalıq olsa da adı əslində mərkəzinə uyğun gəlmir. Şərq hissəsində yerləşir Avstraliyanın. Bundan əlavə Murray Darling çayının gətirdiyi çöküntülərdən yaranan eyni adlı düzənlik də burada formalaşmışdı. Yəni alluvial mənşəli düzənlik formalaşmışdı. Və əvvəllər dənizin dibi olmuş alçaq düzənliklər okeanın sahilində yerləşmişdir ki, bunlara şimalda Carpentaria, cənubda isə Nullarbor misal göstərə bilərik. Faydalı qazıntılarına gəldikdə Avstraliya dünyada uran, dəmir filizi, boksit ixracına görə dünya liderlərindən biridir. İqliminə gəldikdə isə Avstraliya dünyanın ən quraq materikidir. Çünki ərazisinin 50%-dən çoxu deməli atmosfer təzyiqi burada yüksəkdir, yəni səhralara uyğun gəlir və tropik iqlim qurşağında yerləşir. Buna görə də Avstraliya dünyanın ən quraq materikidir və cənub yarımkürəsində yerləşdiyinə görə buranın yayı dekabr, yanvar, fevral ayları, qışı isə iyun, avqust aylarıdır. Mərkəzi hissələri okeandan uzaqda yerləşdiyinə görə okeanların deməli daxili əraziyə təsiri azdır. Buna görə də daha quraqdır mərkəzi hissəsi və tropik iqlim hakimdir və bu ərazilərdə bitki örtüyü kasıbdır.
İqliminə həm də sahillərindən keçən cəryanlar da təsir göstərir. Belə ki, Avstraliyanın şərq sahillərindən Şərqi Avstraliya isti cəryanı, qərb sahillərindən isə Qərbi Avstraliya soyuq cəryanı keçir. Soyuq cəryan burada havanın aşağı enməsinə, təzyiqin isə yüksək olmasına səbəb olur və sahillərə yaxınlaşdığı sahillərə yağıntı vermədiyinə görə həmin sahillərdə quraq bir iqlim yaranır ki, səhraların yaranmasına səbəb olmuşdu Avstraliyada. Şərqi Avstraliya isə böyük sarıcı dağların ətəklərinə bol miqdarda rütubətin düşməsinə, yəni yağıntının düşməsinə səbəb olmuşdur. Çünki isti cəryan dedikcə nə edir? Havanın qalxan hərəkətidir, aşağı təzyiqdir, alçaq təzyiqdir və burada yaxınlaşdığı qitədə hansı sahilə yaxınlaşırsa orada meşə təbii zonası yaradır. Avstraliyada ən yüksək temperatur Murray-Darling çayının orta axarlarda müşahidə olunmuşdur ki, bu da müsbət 52,8 dərəcə Selsiyə bərabərdir. Şimaldan cənuba iqlim qurşaqlarına diqqət etsək, deməli, şimaldan cənuba doğru subekvatorial, tropik, yəni cənub subekvatorial, cənub tropik, cənub subtropik qurşaqları yaranır. Tasmaniya adası və Yeni Zelandiya adası isə iki iqlim qurşağında yerləşir. Şimal hissələri subtropik, cənub hissələri isə mülayim iqlim qurşağına rast gəlir, yəni uyğun gəlir. Şimal subekvatorial iqlimə yağıntılar düşür. İyun, dekabr, yanvar, fevral aylarında. Çünki cənub yarımkürəsidir. Cənubun yayı dekabr, yanvar, fevral aylarıdır. Amma fəsil olaraq deyəcək ki, yay fəslində düşür. Yaratdığı təbii zonası savanna təbii zonasıdır. Savanna və seyrək meşələr və burada suvarma soruşsa ki, məsələn, suvarma nə vaxt baş verir? Suvarma yağıntılar yay fəslinə düşdüyünə görə suvarma uyğun gələcək qış aylarına. Qış ayları, yəni iyun, iyul, avqust ayları. Tropik iqlim ümumilikdə quraqdır, istidir, səhralara uyğun gəlir, amma Şərqi Avstraliyada burada Şərqi Avstraliya isti cəryanı keçir və daimi küləklərdən passat küləklərinin təsiri nəticəsində əraziyə bu hissələrdə deməli rütubətli bir iqlim yaranır, bərabər rütubətli tropik iqlim yaranır. Yəni Avstraliyanın həm də ucqar nöqtələrindən Byron deyəcək bərabər rütubətli tropik iqlimdə, Still Point isə quraq, deməli tropik iqlimə uyğun gələcək səhra iqlimi. Cənub hissədə isə subtropik iqlimin həm Araq dənizi iqlim tipi, həm bərabər rütubətli subtropik, yəni kontinental daha doğrusu subtropik, şərq sahillərində isə bərabər rütubətli subtropikə rast gəlinir. Qərb sahillərində, Perth şəhərində Araq dənizi iqlimi, yəni yağıntılar nə vaxt düşəcək? Qış aylarında, iyun, iyul, avqust aylarında. Mərkəzi hissədə nallar burada subtropikin kontinental iqlim tipi, şərq sahillərində isə subtropikin bərabər rütubətli iqlim tipi, yəni il boyu yağıntı alır. Həmçinin Tasmanın şimalı, Yeni Zelandiyanın şimalı da subtropikdir, cənub hissəsi isə mülayim dəniz iqliminə uyğun gəlir. Kənd təsərrüfatında isə diqqət eləsəz, yaşıl rənglər yayılan ərazilərdə xırdabuynuzlu heyvandarlıq, sarı rənglərdə ətlik-südlük heyvandarlıq və bu hissələrdə deməli, subtropik iqlimə düşür əsasən taxılçılıq və sitrus meyvəçiliyi, Araq dənizi iqlim tipi və bərabər rütubətli subtropikdə taxılçılıq və sitrus meyvəçiliyi və səhralara uyğun gəlir, deməli, istifadə olunmayan, az istifadə olan ərazilərdir ki, buraya əsasən uyğun gələcək, deməli, qoyunçuluq əsasən və Avstraliya dünyada qoyunların sayına görə ilk sıralardadır. Burada hətta belə bir deyim var ki, qoyunların sayı insanların sayından çoxdur. Dənizlərini göstərirəm. Deməli, Timor dənizi, Arafor, Mərcan dənizi, Tasman dənizi, boğazları, deməli, Avstraliya və Yeni Qvineya arasında yerləşən Torres boğazı, Tasman adası və Avstraliya arasında yerləşən Bass boğazı, Yeni Zelandiyanı iki hissəyə ayıran, yəni Şimal adası və Cənub adasını ayıran, Yeni Zelandiya adası təxminən buradadır, ayıran Cook boğazı misal göstərə bilərik. Torres və Bass boğazı Sakit və Hind okeanı əlaqələndirir və iki quru sahəsinə ayırır. Körfəzləri, şimalda Karpentariya körfəzi, cənubda Böyük Avstraliya körfəzi, bu hissədə deməli Spencer körfəzi var, balaca və coğrafiyaçılar körfəzi var. Avstraliya tropik xəttlə kəsilən ölkədir və burada deməli Avstraliyanın çaylarından, göllərindən danışmaq istərdim. Yəni əvvəlcə də dedik ki, tropik xəttlə kəsildiyinə görə Avstraliya dünyanın ən quraq materikidir və burada çay və göllərin az olması ilə nəticələnir. Belə ki, il ərzində bütün Avstraliya ərazisindən okeana cəmi 350 kub kilometr su axır ki, bu da dünya çaylarının ümumi axımının 1%-dən azıdır. Və Avstraliyanın əsasən daxili suları, daha doğrusu ən çox hissəsi, yəni 60% daxili axarsız hövzəyə, qalan 10% Sakit okean hövzəsinə, 30% isə Hind okeanı hövzəsinə aiddir. Burada səhra və yarım səhralardan daima axara malikçi olan çay yoxdur, amma burada quru çay dərələrinə rast gəlinir. Quru çay dərələrdə necə yaranırdı? Dedik ki, yəni onlar qısa müddətli yağışlardan sonra su ilə dolurdu və quru çay dərələri belə yəni müvəqqəti axarlara çevrilir. Məsələn, bunlardan demək, mərkəzi ovalıqda ən məşhuru Cooper Creek misal göstərə bilərik. Avstraliyanın ən böyük çayı isə Murray-Darling çayıdır. Deməli, Murray-Darling çayı başlanğıcını götürür böyük sarıcı dağlardan və ovalıqdan keçərək Böyük Avstraliya körfəzinə tökülür. Murray əslində uzunluğuna görə Darlingdən qısadır, lakin sistemin əsas çayı Murraydir. Çünki burada deməli Murray Darlingdən kifayət qədər bozulu olduğuna görə.
Bu çayların qidası bəsinə təşkil edir. Bu çayların qidasını böyük saycı dağlarına düşən yağış və yeraltı sular təşkil edir əsasən. Ən bol sulu vaxtı ilin, yəni isti dövründə baş verir ki, bu da uyğun gələcək dekabr, yanvar, fevral aylarına. Sonra sonbaharları burada tikilənə qədər, bəndlər tikilənə qədər burada çoxlu daşqınlar, fəlakətli hadisələr baş verirdi. İndi müəyyən qədər bu daşqınların qarşısı alınır. Amma biz bilirik ki, daşqınların əslində mənfi cəhəti kimi müsbət cəhətləri də var. Çünki torpağa bol miqdarda minerallar gətirirdi. İndi hal-hazırda burada minerallar toplanmır və torpağın da münbütlüyü aşağı düşür. Murray çayı deyəcək estuari mənsəbli çaydır. Göllərinə gəldikdə isə Avstraliyada göllər çoxdur, lakin axarsız və duzlu göllərdir. Çünki böyük bir hissəsi deməli bunlar yalnız yağış yağdıqdan sonra su ilə dolur, ərazi quraq olduğu üçün. Şirin sulu göllər çox azdır. Materikin ən böyük gölü -16 metr aşağıda yerləşən Eyre gölüdür. Gölə çoxlu sayda kriklər axır, Kuber Krik, Eyre və s. bunu misal göstərə bilərik. Bunlar əsasən xəritədə fikir versəz, baxın qırıq-qırıq xətlərlə göstərilir. Və bunlara biz kriklər deyirik. Azərbaycanda da kriklərə harda rast gəlirdik? Abşeronun çaylarında. Deməli, bu hissədə Argyle gölü yerləşir. Argyle gölü Avstraliyada yerləşən süni şirin sulu göldür. Sahəsi 1000 kvadrat kilometrə bərabərdir və gölün suyundan su formada istifadə olunur. Xeyli də göldə balıq yetişdirilir. Sonra burada deməli Eyre gölü dedik, Torres gölü, Çəhrayı gölü yerləşir və s. göllərinə rast gəlinir. Çəhrayı göl haqqında danışmaq. Çəhrayı göl yəni Hiller gölüdür. Hiller gölünün tərkibində olan minerallar ona çəhrayı rəngi vermişdir. Duzlu göldür və tərkibində yosunlar, minerallar ona bu rəngi, yəni çəhrayı olmasına səbəb olmuşdur. Avstraliya materiki yalnız bir ölkədən ibarətdir. Avstraliya ölkəsi, Avstraliya Federativ Respublikası inzibati ərazi quruluşuna görə federativ, idarə etməsinə görə respublikadır. Avstraliya inkişaf etmiş ölkədir. İnkişaf etmiş ölkələr sırasında olduğuna görə əhalinin artımının birinci tipinə aiddir. Demografik keçid mərhələsində isə 4-cü mərhələyə aiddir. İnkişaf etmiş ölkə olduğu üçün deyəcək burada deməli əsasən təsərrüfatın ərazi quruluşunda polikultur, urbanizasiya, suburbanizasiya, sənayenin əsasən emalayıcı sənayinin payı daha çox olacaq və xidmət sahələri kənd təsərrüfatından daha üstün olacaq. Avstraliyada deyə bilərik ki, yunluq ətrik qoyunçuluq inkişaf edib. Sonra burada olan hava limanları, deməli